Salam uşaqlar, baxın biz bugün digər bir xəritəyə baxacağıq. Amma öncə biz gəlin bir qısa xatırlatma edək. Bu şimal, cənub, şərq və qərb hissələrinin harda yerləşdiyinə yenidən bir nəzər salaq. Baxın, şimal demişdik ki, şimal deyiriksə yuxarı hissəni nəzərdə tuturuq. Yəni yuxarıda axtarırıq şimal hissəni. Cənub deyiriksə aşağı baxırıq. Qərb deyiriksə qəlbimiz tərəf, yəni sol tərəf. Ona əks olan tərəf isə şərq tərəf hesab olunur. Bu qısa xatırlatmadan sonra gəlin biz bu xəritədə müəyyən bir ərazilərə baxaq. Deməli, baxın biz burada Aralıq dənizi sahillərini görürük. Baxın, sanki əllə tutulmuş bir ərazi kimi görsənir. Baxın, bura Aralıq dənizidir. Bura keçən dəfə dediyimiz kimi Qaradəniz ərazisidir. Baxın, bu aşağıda yerləşən ərazi Konstantinopoldur. Tarixdə çox soruşulan ərazidir ki, daimi soruşulan ərazidir ki, indiki İstanbul şəhəri deməkdir, yəni yerləşdiyi ərazidir. Daha sonra baxın, biz burada Aralıq dənizinin şərq sahillərindən danışacağıq. Baxın, burada Misir dövlətini görürük biz. Burada isə Nil çayını görürük ki, bu Nil çayı baxın Misir ərazisindən axaraq gedib Aralıq dənizinə tökülür. Yəni bu o deməkdir ki, Misir Aralıq dənizinin şərq sahilində yerləşən bir ölkədir. Daha sonra biz burada nə deyə bilərik? Biz bunu deyə bilərik ki, Misir dövlətində hökmdarlarıdır. Hansı ki 1-ci Tutmos, 3-cü Tutmos, 2-ci Ramzes. Misir hökmdarları daim Aralıq dənizinin şərq sahilinə hücumlar etmişlər. Baxın, Aralıq dənizinin şərq sahillərində Suriya, Fələstin və Finikiya şəhərlərini tutmuşlar. Yəni biz bunu 1-ci Tutmos, 3-cü Tutmos və 2-ci Ramzes üçün uyğun götürə bilərik. Yəni hər üç hökmdar da bu əraziləri tutmuşdur. Yəni Aralıq dənizinin şərq sahillərində. Bəli. Daha sonra biz digər bir xəritəyə baxaq. Daha doğrusu bu xəritədə müəyyən hissələrə də baxaq. Baxın bu ərazi. Ərəb xilafətinin yerləşdiyi ərazidir. Ərəb xilafəti biz bilirik ki, tarixən bir çox əraziləri işğal etmişdir və onlar Məkkə və Mədinə ərazilərindən keçərək gəlmiş 7-ci əsrdə Misiri tutmuş, sonra Tunisi, sonra Mərakeş tutaraq Kordova əmirliyini, yəni daha doğrusu Pireney yarımadası, Portuqaliya, İspaniyanın yerləşdiyi baxın bu ərazini tutaraq burada Kordova əmirliyini yaratmışlar 8-ci əsrdə. Daha sonra biz tarixdə keçəcəyik ki, 11-15-ci əsrlərdə Rekonkist hərəkatı baş verib ki, bu elə bir hərəkat idi ki, hansı ki, həmin bu Pireney yarımadasından müsəlmanlar qovulmuşdu. Baxın burada Rekonkist hərəkatı nəticəsində bu ərazidən İspanlar, ərəblər, hansı ki, ərəblərin yaratdığı bu xilafətdən, Kordova əmirliyindən belə deyək, hərəkat nəticəsində ərəblər qovulmuşdu İspaniyadan. Yəni bura İspaniya ərazisidir. Pireney yarımadasıdır. Yəni Avstriyadan başqa bütün İspaniya ərəblər tərəfindən fəth edilmişdir. Baxın, burada bir ərazi də var. Xristian İspaniyası deyilən bu ərazi Qalliyadır. İndiki Fransa ərazisidir. Burada da tarixən bir çox hadisələr baş vermişdir. Misal üçün biz burada bir çox döyüşlərin adlarını çəkə bilərik. Misal üçün Soissons döyüşü 486-cı ildə, 451-ci il Katalan döyüşü, daha sonra İngiltərə-Fransa dövləti arasında 100 illik müharibə gedişində baş vermiş Poitiers döyüşü, daha sonra qədim Roma imperatoru olan deməli Sezar, Julius Sezarın Qalliya canişin təyin olunduğu baxın bu ərazidir. Yəni biz bunları söyləyə bilərik. Daha sonra biz burada nəyi görürük? Baxın, burada biz dediyimiz kimi Xəzər dənizini görürük. Yəni Azərbaycan olan hissə. Bu dövlət isə Sacilər dövlətidir. Hansı ki, Azərbaycanı ilk dəfə vahid dövlətdə birləşdirən Sacilər dövləti nə vaxtı? Deməli 9-cu əsrdə yaranmışdır bu dövlət. 898-941-ci illərdə mövcud olmuşdur. Daha sonra baxın, biz burada Mərkəzi Asiya ərazisini görürük. Baxın, Mərkəzi Asiya ərazisi. Mərkəzi Asiya dedikdə ora Qazaxıstan, Özbəkistan, daha sonra Tacikistan, Qırğızistan kimi belə bir əraziləri nəzərdə tuta bilərik. Görürsünüzmü? Deməli, Ərəbistan buraydı, düzdürmü? Bax, qeyd etmişdik. Ərəbistandan şimal-şərqdə olan ərazi Mərkəzi Asiyadır. Hansı ki, Aralıq dənizinin sahillərinə yaxın
bir ərazi. Biz yenə bu əraziləri yarımada olaraq da təzədən qeyd edə bilərik. Deməli, bizim burada gördüyümüz, deməli, yarımadalar hansılar idi? Yenidən yazaq. Deməli, baxın biz burada deyə bilərik, bura qədim Yunanistanın yerləşdiyi ərazi Balkan yarımadasıdır. İtaliyanın yerləşdiyi ərazi Apenin yarımadasıdır. Baxın, Portuqaliya, İspaniyanın yerləşdiyi ərazi isə Pireneya yarımadasıdır ki, burada Kiçik Asiya yarımadasını kimi qeyd edə bilərik. Yəni, müəyyən qədər yenə xəritə haqqında anlayışımız oldu. İnşallah növbəti dərslərdə də bu biliyimiz daha da mükəmməlləşəcək. Sağ olun.